Badımcanları yaxşı yuyuruq, saplalıqdan ayırırıq. Sonra ortadan yarıb atırıq. Bir neçə yerdən deşik. Hər yarığa bir çimdik duz tökülür. Ve saxlayırıq ki, biraz acı suyu çıxsın. Kırk dəqiqədən sonra badımcanlar bütün acı suyunu bıraktı. Şimdi bunları yağ tökülmüş tavada her üzerine kızarda pişiririk ve soyduktan sonra konteynerlere yığıp kışa saklayırıq. Ben badımcanlara tuzu ile vururam ki sonra da yumaq lazım. Badımcanları bir dəfə də sıxıb tavaya yığırıq. Kızarıp yumuşalmış badımcanları tavadan götürüp böyle yığırıq kabnoslara. Tam soyulduktan sonra ise konteynerlere yığırıq. Bakın böyle streçlere yığırıq. Marazinlikdə qışa saxlayırıq. Hiç konteynere koymasanız da olar. Ama ben belə yığıram.